Belə bir maraqlı tənliyimiz var. Üslü tənlik 7 üstü 2 çıx x bərabərdir x plus 7. Bərabərliyin sol tərəfindəki və sağ tərəfindəki ifadələrə ayrıca funksiya kimi baxıram. Fx bərabərdir 7 üstü 2 çıx x üslü funksiyası və sağ tərəfdəki funksiyanı da gx ilə adlandırım, qarışmasın x plus 7. Bizdən tənliyin həllini soruşmur. Sadəcə köklərinin sayını soruşur. Bunu tapmağın ən effektiv yolu ondan ibarətdir ki, fx və gx funksiyalarının qrafiklərini Descartes koordinat sistemində qururuq. Absis oxu və ordinat oxu. Üslü funksiyada bilirsiniz ki, x-in yerinə 2 qoyanda burada 7 üstü 2 çıx 2, 7 üstü 0, yəni 1 alınır. Məsələn, bu üslü funksiya 1 nöqtəsindən keçir. Və x-in yerinə qiymətləri artırdıqca, məsələn 3 qoyanda, 5 qoyanda, fərz eləyək ki, x-in yerinə burada 4 qoyduq, 7 üstü mənfi 2, yəni 49-da 1 alınır. Yəni x-in yerinə 4 qoyanda bu 49-da 1 alınır. Başqa sözlə bu azalan funksiyadır, üslü funksiya. Və ya bunu başqa cür belə də ifadə eləmək olar. Azalan funksiya olduğunu, fx bərabərdir. Bunu 7 üstü 2 vurulsun, 7 üstü mənfi x yazsaq, bu 49 vurulsun, 7 üstü mənfi x-i da 7-də 1 üstü x yaza bilərik. Və üslü funksiyada bilirik ki, əsas 0 ilə 1-in arasında yerləşəndə funksiya azalan funksiya olur və 1 nöqtəsindən keçir. İndi gx funksiyasını quraq. Gx funksiyası xətti funksiyadır. Sərbəst sərt y oxunu kəsən nöqtədir, yəni 7-də kəsir və artan funksiyadır. Bu iki funksiyanın qrafikləri sadəcə bir nöqtədə kəsişdir. Kəsişmə nöqtələri bir dənədirsə, demək ki, bu iki funksiyanın ortaq həlli 1-dir. Yəni, bu tənliyin sadəcə bir kökü var.